Bəli, bu bizim kələm salatımızdır. Artıq bunu servis elədik. Tərkibində gördüyünüz kimi qarğıdalı, kələm, qırmızı kapya biberimiz, mayonez, belə qarışdırırıq bunu. Bir də toyuğumuz var. Toyuğumuzu əlavə eləmişik. Onu da küp doğramışıq hamısını. Duz, istiot əlavə etmişik. Ağızdan uyğun. Bu isə növbəti yeməyimizdir. Tərkibində göbələk, toyuq, kartof, kapya biber, qırmızı biberimiz. Bunu gördüyünüzdə necə bişirdik? Hamısı ayrı-ayrı ki, belə tam necə deyim sizə, belə dağılmadan pişsin deyə. Bunu servis edirik. Duzun, istiotun, pul biberin vurduq. Qəşəng belə. Axırda buna qəşəng bir göyərtisini də əlavə eləyərsiniz. Orada göyərti qalıb üstünə. Bu Türk mətbəxi gedir. Türk mətbəxi gedir. Bu da bizim göyərtimiz. Aha, üzərinə qədər bunu. Adı tam olaraq necə olur? Göbələkli toyuqdur gedir bu. Yəni içində kartof falan da əlavə etmişəm. Yox, bu ana yeməyi də gedir. Bəli, ana yeməyi kimi gedir. Sadəcə biraz nədir, tez bazar yəni məsələn. Qaynatırmırsan, saatlarla yəni şey eləmirsən. Bunu da gördünüzdə, yəni necə tez bir şəkildə əmələ gəldi. Amma məsələn qaynanmalı olanları gözləyirik, vaxt gedir falan. Amma məsələn indi yəni tez bazar nəsə qonağınız gələndə nə bişirmək istəyirsə, bunu görürsüz ki, yəni heç bunu yarım saatı belə çəkmir də, şey deyir. Yəni əlinizdən də asılıdır, yəni necə işləmək belə.